Çok hoş tesadüf oldu ki her zaman Yıldız Hanım'ın bu da getirdiği Çağlar Festival'da tesadüflerinde tesadüfen ben iştirak edeceğim. Bu da Allah'ın bir sevgisi, tesadüf diye. Ve en büyük hoşbehtlik onun oldu ki ben Yıldız Hanım'a çok minnettarım. Şuşa şəhərində 30 ildən sonra məktəbində olduğumuz o mədəniyyət beşiyimiz Şuşa şəhərində o torpaqlara mənə də ayaq basmaq qismət oldu. Və eyni zamanda bu festivalın orada keçirilməsində iştirak etdim. Və bu ilki festivalda, ikinci Şəlaay festivalında təsadüfən mən Bakıda olduğum üçün və bu festivalda da iştirak etdim. Hər zaman Gülü xanımın fədakarlığına, yəni o həqiqətən də fədakarlıq edir. Bu bizim milli adət ənənəmiz olan Şəlaayımızın bu dəyərlisi, adı qismət üzərində olan bu Şəlaayımızın gələcək nəsillərin yayılmasında, fərqli olmasında onun böyük əməyi və əməyi oldu. Həqiqətən də Gülü xanımın Şəlaayımız bu qədər sevilmirdi, bu qədər gənclərimiz tərəfindən sevilmirdi. İnci qız gəlinlərimizə nişanda belə, hərizə belə Şəlaaylar atardı. Bütün bunların hamısı Gülü xanımın əməyinin sayəsində olur. Gülü xanımın altıncı əməyimiz sağ olun deyə əməyimiz tanınmazdır və inşallah sizin sayənizdə Şəlaayımız illərdə belə bizdən gələcək məsələlər, şəhidlər və sandıqlarda saxlanılmış artıq bu Şuşa Ölkəsinin həqiqi sevgimizdir və təşəkkür edirəm sözlərə. Və mənim ikinci daha sevindirici oldu ki, hər zaman Gülü xanım qazağa gələnlər tədbirin harada keçirilməsinə narahatlıq edir. Bugün doğrudan da çox şad olduk ki, elbəsə ailəsinin istiqlal oldunuz və Fərdə xanıma təşəkkür edirəm ki, bugün Gülü xanımı belə deyək, bizim kitabxanamızda ölkəsidə qonaq qəbul edir və ikinci yoldan da sevindirici bir çox qoşulur. Çox sağ olun, sizə bir daha Azərbaycanımızın cənnət məkan bölgəsi, sazın sözün beşiği olan Qazaq mahalındayıq. Çalağayı günləri 2025 layihəsi çərçivəsində Qazaq mərkəzləşdirilmiş kitabxanasındayıq. Çox möhtəşəm tədbirimiz oldu. Hər birinizə saz ömrü, söz ömrü, həm də Çalağayı ömrü arzuyuram. Çalağayı bayramımız mübarək olsun. İnşallah 26 noyabr Azərbaycan Çalağayısı günündə hər bir mədəniyyət ocağında, təhsil ocağında, hər bir Türkiyəm deyən, Azərbaycanlıyam deyən yerdə olmada 26 noyabr Çalağayı bayramı qeyd edilsin və hər bir Azərbaycan xanımın hədiyyəsi Çalağayı olsun. Qazaqdan salam! Tədbiri belə bəzəyib düzəlməkdə böyük əziyyəti olan bizim gözəl Gülü xanıma öz təşəkkürümü bildirirəm və mənim bugünkü bu məclisə dəvət edilən, mənim bildiyim Güləndam Dağlar qızına öz təşəkkürümü bildirirəm ki, bir belə xanımlarımızın arasında mən də varam və mən biraz İslamcı ilə yenə qürurlanıram ki, bizim belə dəyərli xanımlarımız var. Nə deyə bilirəm? Əlbəttə gözəllikdir bu veriliş, bu çəkiliş, bu Çalağayı. Deyir, ilahi, belə də gözəl olarmı? Kimdir qələm çəkən, nə gözəl çəkir? Üz-üzə, göz-gözə sehirlənmişik. Nə mən əl çəkirəm, nə gözəl çəkir. Güney gözlüm, gözəllikdə bircəsən. Bu günlükdə bir mən olan bircəsən. Arıya bax, gözəl bircəsən. Gör günün ağzını, nə gözəl çəkir. Gəl mənməni salma gözümdən gözəl. Gözüm gözüm görüb gözümdən gözəl. Bax, mən ölmüş neyim ki gözümdən gözəl. Nə bir könül doyur, nə gözəl çəkir. Ancaq gözəllikdən oxuyam bunlarda məsələ. Baxışa da gözəldir, bağ da gözəldir. Şamamı bəsləsən, par da gözəldir. Sevginin min dərdi, min bəlası var. Ay Osman, eşqin dağları, dağ da gözəldir. Çok sağ ol.